Bura bilirsiniz haradır, hörmətli izləyicilərimiz. Bura 6 nömrəli məktəbdir. Masazırda 6 nömrəli məktəb. Bəs bura bilirsiniz haradır. Burada sizin alacağınız ev. Kim alsa Allah xeyrin versin. Deməli, üzü küçüyə baxan bir dənə çox qəşəng, maraqlı, sehirli evdir. Sehirli evdir, hörmətli izləyicilərimiz. İndi maraqlı hissələrini göstərəcəm. Masazır qəsəbəsi 6 nömrəli məktəbin gördüyünüz kimi. Day, demirəm nə qədər. Sonra deyirsiniz ki, makleri 100 deyirsə 200 metrdir. Özünüz gördünüz. Özünüz xalqın gözü tərəzidir. Özünüz hesablayarsınız. Deməli, avtomobillər daxil olur falan. Hə, nəyi göstərmək istəyirəm? 4 otaqlı ev, paket kupçadır. Qoy bunları deyim. 115 mindir. Qoy bunu da deyim. Kimə əgər uyğun deyilsə videodan çıxsın məsələn. Vaxtınızı almaq istəmirəm. Qaz, su, işıq, kombi xəttləri falan var. Burada da bir dənə hündür, konkret hündür. Mərtəbədən hündürdür. Deməli, monolit beton hər mərtəbəsi. Bu mərtəbədə, bundan sonraki mərtəbədə. Burada belə geniş köməkçi otaqlar var, hörmətli izləyicilərimiz. Məsələn, göz pəncərələri də var, havalanan yerdir. İndi yaşamaq üçün biraz uyğun deyil. Mən uyğun görmürəm, çünki aşağı düşürsən buradan. Hə, amma belə dəyərli kim istəyər yaşayar, təmir eləyər, yaşayar. Amma belə oradan həm sportçu al, çamaşır otağı falan belə şəraitlər yarada bilərsiniz, dəyərli izləyicilərimiz. Və yaxud da ki, xata, özünüz üçün istirahət otağı düzəldə bilərsiniz. Deməli, keçə evimizlə tanış olaq. Rəvan zəng eləyir, amma Rəvan mən video çəkirəm. Deməli, bax, burada giriş isə istipoldur. Monolitdir, hörmətli izləyicilər. Bura qonaq otağıdır. Hər mərtəbənin hamam sanuzeli var. Burada da bir dənə belə. Deməli, burada mətbəxdir. Çox genişdir, qəşəngdir, hörmətli izləyicilər. Qoşadaşdır. Qeyd edədiyim kimi, bura da monolitdir, yuxarı da monolitdir. Masazır 6 nömrəli məktəbin yanı 115 min manat. Qaz, su, işığı var, hətta internetinə qədər artıq çəkilib. Kanalizasiya artıq illərdir ki, Masazırda kanalizasiya mərkəzidir. Bu 6 nömrəlinin qarşısı da asfalt olacaq, mütləq asfalt olacaq. Yəni, çünki o vəziyyətdə qalmayacaq, belə şey belli yollar olmayacaq. Belə də problem deyil, nəmişliyi falan yoxdur, su qalan yer deyil. Təngi nəfəs oldum. Qozalmışam bir şey. Deməli, burada da 3 dənə yataq otağı, qoşa kubik, hörmətli izləyicilər, monolit beton, çox qəşəng evdir. Kim alsa Allah xeyrin versin, 115 min manatdır. O pulu bura saymağa dəyər. Kim alsa etsin, can rahatlığı ilə alsın, yaşasın. Sağ olun, salamatla.